Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Oktyabrın 7 saat texnik azını nəzər çatdım. Ətraflı ardına YouTube kanalına baxa bilərsiniz. Bugün nələr baş verəcək? Qızıl bugün yenidən hər gün yeni bir maksimum rekord səviyyəyə imza atır. Bugün də 3977'lərə yüksəldi. Yəni bütün kütlə 4000'i gözləyir, amma 4000'dən daha yuxarı qalxıb sonra korreksiyalara məruz qalacaq. Amma korreksiyaları güclü korreksiyalar yox. Yəni yüngül korreksiyalardan sonra yenidən istiqamətini yuxarı tutacaq. Bugün gündəlik missiya 68 dollardır. Satış əməliyyatları 3955'ten, alışlar isə 3978'lərdən gələcək. Yəni korreksiyalar aşağıdakı 3955'lərdən, yəni 60'lar da sel əməliyyatları üçün uyğundur, 55'lər daha uyğundur və 60'lar biraz risklidir. Və aşağı korreksiyaları 3948, 3920, 3892'lər görsənir. Hələ ki dərin korreksiya olarsa, bugün vacib xəbərlər olmadığı üçün bazar sırf texniki analiz əsasında hərəkət edəcək. Yəni qızılda bugün 2 qat dəfə müşahidə olunur. Əgər bu təsdiq verirsə 3948, 3920 və 3892'lərə qədər axşam qədər gələ bilər. Yəni bugün qalxdıq bir neçə gündə qalxır. Yəni onun ən azından 38%'in korreksiya verə biləcək. Keçək biz Bitcoin'ə. Bitcoin 126 oldu. Təbii ki korreksiyalardan sonra 128, 131'lər gözləndi. Və bugün aşağıdakı hədəflər 122 və 120'lər var. Biraz ehtiyatlı olmaq lazımdır. Və deməli bura kimi korreksiyalar ola bilər. Və dönüş nöqtəsi, bugünkü dönüş nöqtəsi 123, 700'lərdir. Bu nöqtəyə hələ ki gördüyünüz kimi həmin nöqtəyə can atır. Və həmin nöqtəyə toxunub oradan dəstək götürüb yuxarı doğru istiqamətə davam etdirmək fikri var. Keçək biz crude oil'a. Crude oil dünən 66-15'lərdən ümumiyyətlə yuxarı formalaşa bilmədi. Alış əməliyyatları idi. Bugün 66-15'lərdən yuxarı formalaşaraq yuxarı doğru 66-40 və 67'lərə kimi gedəcək. Təbii ki alternativ senaryoda 65-60'ları sel əməliyyatları üçün yaddan çıxartmayın. Təbii ki bu bizim fikrimizdə, qərar sizin özünüzdür. Keçək biz funtun olan rəqabətinə, GEP bağladı və qiymət dünən yaxın alış nöqtələrini səslənmişdi və qiymət qalxdı. Təbii ki 1.34.9'dan yəni son hədəfi idi. Bugün ondan yuxarı formalaşması biraz uzaqdır, amma 3000 alış əməliyyatları 1.34.600'lərdən gələcək. Amma satışlar isə səhər saatlarına baxmayaraq ki, yəni alış satışlar gəlir 3000 1.34.200'lərdən aşağı formalaşsa satış əməliyyatlarına üstünü verməyə dəyər. Yəni biz hər zaman 3000 deyirik, 3000 qızılda bütün kütlənin marağına səbəb olan qızıldır. Bütün gündə qızıl haqqında sual verirlər. Və bütün kütlə qızılın korreksiyasını gözləyir. Yəni bu korreksiyalar təbii ki 250, 350, 400 dollara qədər korreksiyalara bütün kütlə gözləyir. Nə üçün gözləyir? Çünki aşağıda satış əməliyyatları var. Belə, gəlin keçək biz digər cüzdə euro dolar cüzdəyində alış əməliyyatları 1.17-100'lər, satışlar isə 1.16-700'lərdir. Və Nasdaq, S&P Dow Jones DAX-a gəldidə isə Nasdaq dünən dediyimiz 24.972'dən yuxarı formalaşdı. Bugün alışlar 25.020'lərdən gələcək. Amma S&P isə həmin nöqtəyə çata bilmədi. Eyni nöqtə alış əməliyyatları üçün dünən də demişdi 6757. Amma Dow Jones isə alış əməliyyatlarına yəni çatmadı. Biraz aşağıdan bugün 46.759'dan alışacaq. Təbii ki bugün korreksiyalar gözlənir. Bugün nəzər çatdım ki, xəbərlər olmadığı üçün biraz ehtiyatlı olmaq lazım. Sırf texniki analiz əsasında bazar hərəkət edəcək. Əzizlərim, keçək biz short videolara.